Lev Tolstoy deyir, Allaha çox dualar edib yalvardım ki, məni düşmənlərimdən qoru. İllər ötdükcə dostlarımın sayı azaldı. Saxta dostları bir-bir itirdim. Yəni Allah insanı qorumaq üçün onun həyatında olan bəzi insanları ondan uzaqlaşdırır. Odur ki, itirdiyin, səndən uzaqlaşanları bir daha axtarma. Çünki o Allahın sənə bir lütfüdür. Yəni həyatda altını dizərək xət çəkib güvəndiyin çox dostları zamanı gəldikdə uf demədən üstündən xət çəkib silməlisən. Bil ki, zaman hər kəsin iç yüzünü açıb göstərən ən yaxşı güzgüdür. Dostun saxtası, düyməsi səhv bağlanmış geydiyin köynək kimi gec-tez üzə çıxacaq. Bir müdrikdən soruşmuşlar, insanın həyatda ən böyük israfı nədir? Cavab vermiş ki, dəyər bilməyənə verdiyi dəyər. Bax, rahat yaşamaq istəyirsənsə, həyatında olan hər bir dostu öz haqq etdiyi yerə qoyacaqsan.